vətəndaş, gəl. Adımcan, Gel pomidora müşteri pomidora gel pomidora. Pomidora gel müşteri pomidora. Pomidora müşteri pomidora diyorum. Pomidora müşteri gel Xəstə gətirmisən bazara, gedək görək nə alırıq. Ay bacı, deyirlər bazarda məhsullar həm ucuz, həm də keyfiyyətlidir. Axşam da qonaqlarımız gələcək. Gəl onlara manqal saatı hazırlayıb, layiqincə qarşılayaq. Gəl. Adımcan, Gel pomidora müşteri. Adımcandan qalmadı ya. Gel böyle pomidora gel müşteri. Gel pomidora bak bacı pomidora bak. Qışqırma ay qardaş, gəldik. Neçədir pomidorun kilosu? 7 manat bacı ne kadar vereyim? Nə qədər? 7 manat bacı. Nə danışırsan ay qardaş? 7 manata pomidor olar. Dedim da bacı 7 manat hadi. Olar abi biz hamımız ətli pomidordur bacı ətli. Belə pomidor bazarda heç kimdə yoxdur. Bura bax pomidora bax. Ay qardaş, nə danışırsan? Siz ətin də qiymətini pomidorun üstünə gəlmisiniz. Sən mənə 1 kiloqram ver. Baş üstə bacı, baş üstə. Bacı pomidorun qiyməti 10 manat oldu bacı. Elə şey olar. Olar bacı, olar. Biz hamımız statistikaya uyğun hərəkət edirik də. Yaxşı 500 qram ver. Bacı, pomidorun qiyməti 15 manat oldu. Nə danışırsan ay qardaş? Yaxşı onda 300 qram ver. Bacı, pomidorun qiyməti 20 manat oldu. Bax. Yaxşı 100 qram ver. Bacı, pomidorun kiloyu 25 manat oldu axı. Vermə də vermə. Tərəvəz bazardı, valite bazardı bəlli deyil. Bacı, niyə əsəbləşirsən axı? Necə uyğun görürlər, biz də elə eləyirik də. Gel, müşteri. Adımcandan qalmadı. Xoş gəlmişsən bacı. Xoş gördük ay qardaş. Nə qədər verin bacı? 1 kilo, yarım, 250 qram. Ay qardaş, nə danışırsan sən? Mən qızı alıram, badımcan alıram. Niyə hesablaşırsan bacı? Neçə kilo verim? 3 kilo ver. 3 kilo. Ha, Əlövsən, oradan bacıya bir dənə çay ver, Gəl otur bacı. Yox qardaş, badımcan alıb gedərsən. Ha, yaxşı bacı, necə istəyirsən. Necə 3 kilo badımcanı necə ödəyəcəksən? Nağdı ya kreditlə? Nağd ödəyəcəm qardaş. Nağd ödəyəcəksən? Hə, ver 3 kilonu. Yaxşı bacı. Buyur İmkan vermin işimiz görək. 22 manat eləyir bacı. Almayasan çatlayacam bacı. Bu badımcan düz dolmalıqdır ya. Heç yerə tapa bilmərsən. Ay qardaş, nə danışırsan sən? Sən doldurduğun qədər doldurmusan, da mən nə dolduracam? Bacı necə istəyirsən, Almıram. Salam ay qardaş. Aleyküm salam. Qardaş, səndə də qiymətlər statistikaya görə dəyişir. Yox bacı, mən statistika falan bilmirəm. Can ay qardaş, sən bizim halımızı başa düşürsən. Bu ən çox satılan ətli lobiya. 10 manat. Bu xallı lobiya. 20 manat. Bu isə ən sonuncumuz. Qaragöz lobiya. Baxın bacı. Çox möhtəşəm, çox incə, göz oxşayan, hər qadının arzusudur. Nə deyirsən bacı? Sən nə deyirsən, Nə deyirsən? Biz qonaqlarımıza lobya qovurması edəcəyik. Evlənmə təklif etməyəcəyik. Elə bir üzük alıram. Al bu 10 manatı nə qədər düşür ver. Onda gəl bacı, belə edək. Bundan 5 ədəd verərəm. Doyunca yarıya bölüb yeyərsiniz. Vallahi, səni burada doyunca döyərəm. 50 yaşım var, mənə bundan sonra fənd göstərtmə. Al puluvu, özün bilərsən. Yaxşı yol. Gəl ay bacı, gəl sonra. Gəl pomidora gəl, belə pomidora bax. Pomidora müşteri pomidora. Salam ay bacı. Salam ay bacı, xoş gəlmisiniz. Ay bacı, neynirsən, əzildi soğanla? Ay bacı, dötdüldədi, mən də atdım. Ay qız, soğana siqnal taxmısan? Ay bacı, xəbərin yoxdur, soğandır, kartofdur.
Artıq bunlar dəyərli mallardır. Ay bacı kartof var. Hə, ay bacı var. 4 kilo ver. Nə qədər? 4 kilo. 1-2. 1-2. Səfər. Ay Səfər. Oradan 4 kilo kartof gətir. Diqqətli ol ha. Sağa bax, sola bax. Ehtiyatlı ol, ehtiyatlı. Ay qız, bunlar hardan gəlir belə? Ay bacı, bildirdim axı. İndi bunlar dəyərli mallardır. Bunların öz anbarları var. Oradan gətirirlər. Ay bacı, belə baxıram. Kartofun kilosu da 50 manat olacaq. Bəs neyniyim ay bacı? Ver onu mənə, ver. Səfər, gətirmə bala, gətirmə. Al. Kimdənsən ay qardaş? Pis. Tövbə estağfurullah, tövbə. Gəlin bəri, mən sizə izah eləyim. Məndəki mallar bazardan 10 dəfə ucuzdur. Deyin niyə? Ona görə ki, məndəki olan malların rəngi də eynidir, dadı da eynidir. Səni Allah yetirdi ay qardaş. Amma necədir? Dadını bilmək üçün gözünü yumursan, dişləyirsən, təsəvvür etsən, yeyirsən. Fərqi nədir? Orijinaldan biraz fərqlidir. Yəni ki, nədir? Saxtadır. Ay qardaş, nə danışırsan sən? Mən nə dedim ki, mən nə dedim? Ha sen yine geldin. Yine geldin bizim orada. Yine geldin ha bura. Abu-havanı gördük, bazar abu-havasını gördük. Mənim fikrimcə, yenə deyirəm, bu çətin bir şey deyil. O bazarı bir eləmək olar. Yəni, hamısını birləşdirib bir satıcı ilə. Arxada onsuz da sizin böyük bazarı görmüşdük biz. Arxada şəkil olaraq bazar var. Bir bazar eləyib və bir alıcı ilə mı, iki alıcı ilə mı bu səhnəciyi yola vermək olardı. Senariyə bir fikrim yoxdur, senariya yaxşı idi. Yəni, aktualdır, yerində idi, fikirlərimiz dəqiq çatırdı. Amma uzunçuluq vardı uşaqlar. Pauzalarımız, belə deyək də, akademik pauzalar verirdiniz. Bilmirəm, söz fikirləşirdiniz, söz yada salırdınız. Ya kiminsə sözünün üstünə çıxmamaq şərti ilə oynuyordunuz. Amma çox pauzalar verirdiniz, dinamika yox idi. Yəni bazardır, bazarda atmosferi gördük ilk növbədə, amma dinamikanı görmədik. Get-gedə dinamikanı saldız. Yəni artıq mən şəxsən bir balaca yoruldum, səhnəcikdən yoruldum mən. Ya az məşq eləmisiniz, ya mizanlar bir balaca özünü doğrultmur. Fikrim çatdı, amma senari yaxşı idi, iş var idi, əziyyətiniz görsənirdi, məqsədinizi bilirdik nədir, aktualdır, hadisəyə münasibətimiz tərəvəzlə başlamağı çox maraqlı idi. Lakanik olsaydı, daha cəlb eləyərdi, amma iş var, təbrik edirəm uşaqlar, əziyyətiniz var. Təşəkkür edirik Coşqun müəllim. Müşfiq müəllim. Sonra bu boyda rekvizit, nə bilim, meyvə, tərəvəz, bostan, hər şey. Amma pulu verəndə əlini yalandan belə eləyir, sonra da belə eləyir, havanı verir, götürür. Yəni heç nə də, yəni işte adi pul da bizim 1 manatdan söhbət gedir də. Çox xırdalamaq Yəni bu boyda şeyin içində o heç nədir ha. Bir də pauzalar çox böyük idi. Pauzalar çox belə adamı yorurdu. Uğurlar uşaqlar gələcəyə dinamika çalışın artırın və xırda detallara fikir verin. Dilənçi çox gözəl obrazdır. Bax, tapmısınız, dilənçi hamıya ilişməli idi. Hamıya bir mız qoymalı idi. Bunu belə şeylərin üstündə qurun tamaşanızı. Rafael müəllim, buyurun. Lobiya satışında o qablarda satılan nədir, o mənə çatmadı. Xüsusi zərgərcəsinə Onu yaxşı seçilib. eləsəylə çox əla fikirdir Rafael müəllim. O ki, bahalı lobiyaları dənə-dənə şutuşunu ayrı satır. Bir-bir də bahalı Buradan lobiyalar. görsənmir, lobiya olduğu ona görə. İdeya Çox yaxşı idi, qəşəng ifası işləmələr zərfi. də buradan. İnci kimi Valla belə görsənmir. düzüblər. Buradan bir söz nə yoxşu, hansısa paklavaya oxşayırdı, bilməm şirniyyatdır, nədir, buradan ona oxşayır. Başa düşdüm, indi başa düşdüm. Biləndən sonra ki, o lobiyada bildim, hə. Heç olmaz o dil, səsdə də. Bunlar yaxınlaşıb bir adamdan alanda obrazlar riski səsinizi kəsməməliydiniz də. Yəni, fonda o satdığınızın adını deməliydiniz, heç olmasa. Fonda, bunların səsini üstələməmək şərti ilə o dilada biraz diri oynayın da. Yəni, o yox idi. Amma bazar səhnəsi ümumiyyətlə bizim bütün filmlərdə belə baxsaq, həmişə bazar səhnəsini koloritli
verirlər də həmişə. Siz də onu eləyə bilərdiniz. Biraz zəif alındı. Amma gələcəyə uğurlar. Sağ olun dostlar. Çox sağ olun. Sizi yox, sağ olun.